Məsələn, İsraildə bir çox imtiyazlı təbəqələrə 0%, yəni faizsiz kreditlər verir. Yəni siz əgər hərbiçi və ya digər imtiyazlı veteran, yəni imtiyazlı təbəqəyə aid şəxsizsə, sizə hökumət 10.000 pul verir, elə 10.000-i də qaytarırsınız. 3 ilə, 5 ilə, yəni sizin maddi durumunuza uyğun olaraq. Bax, bu təcrübəni ölkəyə gətirmək üçün nələri etmək lazımdır? Bu əslində bu fikir xeyli müzakirə olunub və buna bənzər təkliflər də səsləndirilib. Mən buna iki kontekstlə yanaşacağam. Bizdə ümumiyyətlə bu işin həyata keçirilməsi üçün müəyyən bir pilot layihə olmalıdır ki, bunun mənfisi müsbəti hesablansın. Çünki hələ də Azərbaycan insanlarında ümumiyyətlə də bizdə bu maliyyə münasibət dəyişməlidir. Pula münasibət dəyişməlidir, dəyişmir.